Salam, mən Əsmər Nadirova. 5 iyul 2026-cı il tarixində ikinci qruplar üçün təqdim olunmuş sualların izahına baxaq. Qazan və Həştərxan xanlıqlarına aid oxşarlıqları müəyyən et. Düzgün cavabları uşaqlar deyəcəm. Siz də tez-tez qeydinizi götürərsiniz. Böyük Monqol dövlətin qoşunların hücumundan məruz qalması yox. Burada 13-cü əsrdə meydana gəlməsi yox. Qızıl Ordu dövlətin parçalanması nəticəsində yaranması. Burada doğru cavab bir də C olacaqdır. 62-ci sual. Yeni sülalə və dövlətin əsasını qoydum. 160-cı ildə Atabey tutulu aldı. Söhbət Eldənizdən gedir. 1186-da hakimiyyəti gəldi deyirsə Qızıl Arslandan söhbət gedir. Bizə birinci və ikinci abzasda olan ümumi cəhətləri istəyir. Şirvanşahların tabi olması bir götürəcəyik. Sultan titulunu qəbul etməsi Qızıl Arslandadır. 2 getdi. Dəbil əmirliyinin dövlətə birləşdirməsi Monqol qoşunlarına qarşı mübarizə. Burada cavab yalnız bir olacaq, B variantıdır. 63. Mehranlar sülaləsinin Albaniyada hakimiyyəti olduğu dövrə aiddir. Deməli, Mehranlar sülaləsi 630-705-ci illərdə hakimiyyətdə olub. Maniçilik 3-cü əsrdə 3-cü Mömin Vaçaqan xristianlığı yayması 488 A yox, B yox. Babəkin Xürrəmlər hərəkatına rəhbərlik etməyə başlaması 816 yox. Amid döyüşü 359 xeyr. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyanın baş verməsi cavab E variantıdır 63-də. 64-cü sualda doğru Xasən Nəsci əlaqəsini müəyyən edin. Şirvanşah 1. İbrahim Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlaması Şirvanşahların daxili müstəqilini saxladı. Toxtamışla deyir, Teymurla ittifaq bağlayıb A variantı doğru deyir. Osmanlıların Konstantinopolu tutması Ağqoyunlu dövləti Qaradənizə çıxışını itirdi. Konstantinopolu yox, Trabzon tutması idi. Uzun Həsən Venesi ilə hərbi ittifaq bağlaması, Topbeli döyüşündə Bayandurlu qoşunu qalib gəlməsi aidiyyatı yoxdur. Qaraqoyunların Sədrut döyüşündə Teymurları məğlub etməsi, Teymurların Azərbaycan torpaqlarının hakimiyyətinə son qoyulması doğru variant olacaq, D variantı. 65-ci sualda deyir, Kartli Kaxetya Çarı 2-ci Rəqli və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumu nəticəsində söhbət 2 hakimiyyətlikdən gedir uşaqlar burada. Görək hansı variantdadır? C variantı, 65-də C variantıdır. Deməli, burada 66-cı sual. 1991-ci ildə Azərbaycan Respublikası müstəqiliyini tanıyan ilk dövlət xəritədə müəyyən edin. Söhbət əlbəttə ki, burada Türkiyədən gedir. E variantı doğru cavabdır. Növbəti sualımız 67-ci sual. Şimali Azərbaycan 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə nəticəsilə qalsa. Dünyada iqtisadi böhran baş verməsi, neft sənayesinin təmərküzləşmənin sürətlənməsi. Bəli, bunu götürəcəyik, bir doğrudur. Neft sənayesində ilk insarların yaranması, neftli torpaqların hərrac yolu ilə satılması. 2 səhvdir. Bu hərrac yolu ilə satılma dedikdə biz iltizamın nəqbi 1872 ilə götürürük. 3-də 1903-cü il əsasnaməsinin qəbul olması, dövlət kəndlər arasında təbəqələşməsinin güclənməsi. Doğru cavab 1-3. O da B variantındadır. 68-ci sual. Euler-Venn diaqramında hansı hökmdarların müqayisəsi verilmişdir? Burada uşaqlar baxın, görürsünüz 1-ə D-ni götürübdür, yazır ki, Rey şəhərini dövlətə birləşdirməsi. O dəqiqə ağlımıza Yusif gəlməlidir. 2-yə də B ilə C götürüb. Xəzər dənizə ticarət gəmiləri, bir də qanunnamə. Əlbəttə ki, burada söhbət Mərzaban ibn Məhəmməddən gedir. Burada D variantı doğru cavabdır. 69-da soyuq müharibənin ilk illərində ABŞ, Türkiyə və Yunanistana Sovet təsirini aradan qaldırması məqsədi ilə Truman doktrinasını, bəli, cavab E variantıdır. 70-ci sual uyğunluq istəyir bizdə Azərbaycan Sasani imperiyasının tərkibində. Burada Xostak var idi. Uç Səlcuqlardadır, Qazı demək ki, ərəblərdədir. Ərəb xilafəti dövrünə aid olan 1-ə bir dənə A gedəcək. 2-yə cizyə doğrudur, ərəblərdədir. Amil doğrudur. 1-ə A, 2-yə AB. 1-ə A, 2-yə AB, o da E variantındadır. Cavab E'dir. 71. Şah 1-ci İsmailin hakimiyyəti dövrü üçün xarakterdir. Səfəvi Osmanlı müharibəsinin 1-ci mərhələsinin başa çatması. Deməli, İsmailin hakimi 1-ci mərhələ 1555 getdi, təhmasibə, bu deyil. Dövlətin paytaxtının İsfahana köçülməsi Abbasdır. Çıldır döyüşü Xudabəndədir. Şirvanşahlar dövlətinə son qoyulması təhmasibdə. Avropa dövlətləri diplomatik əlaqə E variantı 75 doğrudur. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edir. Albaniya, Avropa, Hun. Deməli, burada 1-ə C-nin andığını götürür. C nədir? Göytürk dövləti, D-də Uyğur dövləti, Çin üzərində uğurlu hərbi yürüşlər edilməsi. Bir düzdür. Olubdur. 2-yə ABC, Bizans dövlətlə diplomatik münasibətlərin qurulması. A, B, C, Albaniya, Avropa, Hun, C. Uşaqlar burada 1-2-dir. Doğru cavab A variantıdır. 19-cu əsrin birinci yarısında Azərbaycan üsyanının müstəmləkə zülmünə qarşı baş vermiş üsyanlarda iştirak etməmişdilər. Qolçomaqlar yox idi. 70-ci ilin islahatıdır. A doğrudur. 74-də 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Şirvanşahlar dövlətinə Dərbəndər sülaləsinin hakimiyyətdə olması 1382. Birinci yarısı deyirsə, bir ikinci yarısı da bir getdi.
Osmanlı dövlətinin yaranması 1302 götürəcəyik. Avropada 100 illik müharibənin başa çatması 1453 getdi. Fransadakı ştatlar 1302 götürəcəyik. Kresi döyüşü 1346 götürəcəyik. 1, deməli 2, 4, 5. 2, 4, 5 hardadır? A variantında. 74-cü sual A. Fransada 3-cü Respublika mövcud olduğu illərdə Almaniyada Şimali Alman İttifaqı təşkil edildi. 3-cü Respublika uşaqları 1800 deməli 70-dən 1940-cı illəri əhatə edir. Burada Şimali Alman İttifaqı 1866, Müqəddəs Roma İmperiyasına son qoyulması 1806, monarxiya devriləcəkdir. C variantı. Növbəti sualımız gəldi 76. İkinci Dünya Müharibəsi illəri SSR. Pişvərinin başçılıq etdiyi milli hökumətə yardım göstərməsi. Pişvərinin deməli İkinci Dünya Müharibəsi illəri 1939-1945 milli hökumətə yardım göstərməsi, Yaponiya müharibə elan etməsi. SSR. SSR-yə aid olanı göstərəcək. Yaponiya İkinci Dünya Müharibəsində Yaponiya daha doğrusu müharibə elan etməsi. Bəli, 2-ni götürərik. Latviya, Litva, Estoniyanı işğal etməsi müharibəsi illərində var idi, 3-də var idi. Millətlər Cəmiyyəti üzvlükdən çıxması bu 39-da çıxdı, müharibə başlamamışdı. ABŞ 2 dəfə diplomatik əlaqələr qurdu. Burada 2, 3 və 4 olacaq cavab. 2, 3, 4 A variantı. 76-da cavab A'dır. Yoğunluq gözlənilmişdir. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdir. Partiya Böyük Karl deyildi onda. Karl Martel'dir. Kordova ilə Böyük Karl, Kordova dövləti ilə müharibə aparmışdı Böyük Karl. Frank kralı Ludwig imperiyasına qalib gəlmişdi. Roma imperiyası Suason 486-dadır Suason. Roma imperiyası 476-da ləğv olunub C-dir. Frank dövləti ilk qanunlar toplusu yaratmışdı Böyük Karl. Böyük Karl deyil axı bu Ludwigdir. İtaliyanın tamamilə Frank dövlətinin tərkibinə qatılmışdı. İmperator Karl Martel, bu da səhv cavabdır. Burada B olacaq cavab. Kordova dövləti ilə müharibə aparmışdır Frank hökmdarı Böyük Karl. 77-də B. 78. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. 20-ci əsrin əvvəlləri. İlk ibtidai kənd məktəbləri. Deməli 1872-dir. İlk rus əskər. Bu da 19-cu əsrin sonlarında Azərbaycan qəzet və jurnalların çıxması. Cavab C variantıdır. Topluda buna aid suallar var idi. 79-da Sixemdə Yunan Əhəməni müharibəsinə aid adı buraxılmış döyüşü müəyyən edin. Əlbəttə ki, B variantı Salamin dəniz döyüşüdür. 80-ci sualla davam edirik. Deyir ki, eradan əvvəl 1-ci əsrdə deməli Romaya qarşı Parfiya müttəfiq olan dövlət. Əlbəttə ki, burada söhbət Atropatena dövlətindən gedir və paytaxt 2-də Qazaka. Cavab B variantıdır 80-də. Növbəti sualımız 81-ci sualdır. Deyir, doğru hadisə nəticələrinin verildiyi bəndi yəqin ki istəyir. Bizdən bir dənə görsənmir. Bir dəqiqə. Hə, əlaqələri müəyyən edin. Doğruluğunu istəyir bizdən. Makedoniyalı İskəndər Əhəməni dövləti üzərinə hücum etdi. Misir, deməli, nə yazıb ora? Misir Makedoniya dövlətinin nəzarətinə keçdi. Misirin Makedoniya dövlətinin nəzarəti Əhəməni üzərinə hücumla. Xeyr. Bir səhvdir. Birinci Tutmosun Araq dənizi şərq hissələrinə hücum etməsi, Hitlərlə mübarizə Tutmosda yox. Deməli şeydədir. Ramzesdədir. Eradan əvvəl 1-ci minəvvədə Misirdə hakimiyyət uğrunda mübarizə başladı. Mərkəzi hakimiyyət gücləndi. Güclənmir burada. Tayda mərkəzi hakimiyyət zəifləyəcək. 3 səhvdir. Makedon imperiyasında Azərbaycan yeni quldar dövlətlə yarandı. 4 düzdür. Burada 4-ü düzdür götürəcəyik. 2 səhvdir. 1-ci milin əvvəlində Misirdə hakimiyyət uğrunda mübarizə, mərkəzi hakimiyyət güclənməsi necə ola bilər? Cavab 1-4 A variantıdır. A da düzdür. Sonra 82-də 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsi arasında oxşar cəhət Azərbaycan Respublikasının ərzində bütövlüyü təmin olundu. Xeyr, əlbəttə ki olunmadı. Rusiyanın vasitəsilə bəli müharibə dayandırılacaqdı. Azərbaycanda yerli istehsal PUA 3 xeyr. Füzuli Cəbrayıl bəli 2-4. Cavab D variantıdır. 82-də, 83-də Osmanlı İmperiyasına durğunluq və geriləmənin daxili səbəbi mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, biri götürür. Beynəlxalq ticarət yollarının dəyişməsi, xarici səbəbdə hərbi sistemin tamamilə ləğv edilməsi durğunluq və geriləməyə düşmür. Ordu quruculuğunda nöqsanların artması. Cavab 1-4 doğru cavabdır. Azərbaycanda erkən tunç dövrünə aid olan xarakterik xüsusiyyətləri müəyyən edin. Doluçuluq neolitdir. Get dediyi naillər icrası doğrudur. Əhalinin dağlıq dağatəyi zonada məskun salması doğrudur. Metaldan ikalətlərin hazırlanması enolitdir. Səhvdir. Şumlama zamanı qoşqu heyvanları doğrudur. Cavab 2, 3 və 5-dir. Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil.
Heydər Əliyev 1969-1982-ci illərdə hakimiyyət dövründən söhbət gedir. Bakı metrosu 1967-də 1-dir. Məişət kondisionerləri zavodu 1975-dir. Daha doğrusu götürəcəyik bunu. Aid deyil uşaqlar, aid deyil. Bir dəqiqə. Aid deyil deyirsə biri götürəcəyik. 2-ni götürməyəcəyik. Kolxozçulara pasportun verilməsi 1959-dur. Bunu da götürəcəyik. Ağdam Xankəndi dəmir yolu 1979-dur. Götürməyəcəyik. Cavabımız burada 2, 1, 3 olacaq. 1, 3-dür. Deməli, Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını istəyir. Uşaqlar burada 1, 2, 3-dür. Cavab 1, 2, 3. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis, Gəncə və Bakı dövrü. Azərbaycan dilinin dövlət dili elan olunması. Dövlət dili bu gedəcək Gəncə dövrünə. Azərbaycan parlamenti yaradılması haqqında qanun Bakı dövrüdür. Osmanlı dövlətinin AXC-nin dövlət müstəqilliyini tanıması Tiflis dövrüdür. Kəndlərə puzlu torpaqlar verilmədi. Konstitusiya qəbul olunmadı. 1-ə C, 2-yə A, 3-ə B variantı düzgün cavabdır. Situasiyanı da oxuyaq. Uşaqlar, burada deməli Səfəvi dövlətinin süqutundan söhbət gedir. Burada yazmalıydınız ki, 3-cü Abbas. Burada deməli mənbədə bəhs edilən qurultay iştirakçıların bir qisminin yeni şahın seçilməsinə qarşı çıxmalarının səbəbini müəyyən edərək yazın. Onlar deyirdilər ki, uşaqlar, demək ki, yalnız Səfəvilərdən hakimiyyətə gələ bilərdi də. Burada Nadirin şah seçilməsi söhbətindən söhbət gedir. Nadirə qarşı ona görə çıxırdılar ki, hakimiyyətə gələn şəxs Səfəvi nəslindən olmalıydı. 90-cı sual və sonuncu sual haqqında bəhs edilən qurultayda seçilən yeni şahın cədvəldə verilmiş islahatlardan müvafiq olaraq həyata keçirdiyi bir tədbir yazın. Məsəl üçün, hərbi islahat deyə bilərik ki, kəndləri orduya çağıracaqdır. Nadir şahdan söhbət gedirsə, iqta sistemində məsəl üçün, belə vergiləri pulla alacaqdır. Belə bir tədbirlər yaza bilərdik də. Uşaqlar, inşallah ki, hamınız ürəyiniz istədiyi balı toplamısınız. Allahın izni ilə ürəyiniz istədiyi universitetə, ürəyiniz istədiyi ixtisasa qabil olarsınız. Hamınızın yolunuz açıq, şansınız bol olsun. Hələlik.